isti havalarda da geyinilə bilir. Tərlətməmək üçün qol hissəsində hava keçirici məsamələri var. O da eyni formada Həzrət bəyin sifarişi də eyni model, sadəcə fərqli ölçüdür. Eyni formada Həzrət bəy də hərcək sifariş edib, sadəcə razmer seçimi arasında qalıb, özü taxıb baxacaq, hansı uyğun olsa onu götürəcək. Eyni material, eyni model, full dəri. Bunlar qoruyucularıdır. Bu da detallı baxa bilərsiniz. Cib hissəsidir bu. Zamokludur cib hissəsi. Bu hissəsində ölçünü tənzimləmək üçün yer var. Bu həmçinin isti havalarda da geyinilə bilir. Tərlətməmək üçün qol hissəsində hava keçirici məsamələri var. Əlavə olaraq bu hissəsi tordur, yəni birbaşa buradan motosikl sürüşü zamanı bel hissəyə külək verir və tərdən qarşı qoruyur sizi. Və küləyi də yəni o qədər çox vermir ki, siz misal üçün necə deyim, soyuq xəstələnəsiniz və s. Yəni o kontrollu formada tənzimlənib bunların dizaynı. Yəni birbaşa tərləmənin qarşısını aldığı üçün avtomatik olaraq siz daha rahat sürüş əldə edə bilirsiniz.